Biz hamımız 5-10 gün ailəmizə qonağıq. Hamımız 5-10 gün ailəmizə qonağıq. Bir gün əmr gələcək ki, yükünüzü yığın gedirik. Hamımızın o gün gələcək. Biz yanında qaldığımız, ona görə Peyğəmbər buyurub ki, bir cəhətdən dünyada qəriblər kimi yaşayın. Olur gedirik məsələn, bir yerdə səfərdə qalırıq, bilirik ki, burada biz 5-10 gün qalacaq. Ondan sonra vətənimizə qayıtmalıyıq. İnsanın dünyada vəziyyəti belədir. Hər an fikirləşək ki, mən burada qəribəm. Mən övladımın qonağıyam, ailəmin qonağıyam, ata-anamın qonağıyam. Bir gün ayrılıb çıxıb gedəcəm və bunlardan mənə bir fayda gəlməyəcək. Hədisdə var, ölülər gəlir, yalvarır. Ay xanım, həyat yoldaşına. Ramazan ayıdır, bir dənə məsələn Fatihə göndərmək. Gəlir oğluna deyir ki, ay övlad, sənə ki bu qədər mal qoymuşam, ömrümü sərf eləyib, sərvət toplayıb sənə qoymuşam, bir dənə sədəqə ver, savabını mənə göndər. Biz hamımız 5-10 gün